8 noyabr tarixində Bakıda hərbi parad keçiriləcək və qeyd olunur ki, bu parad indiyə qədər keçirilmiş paradların ən iri miqyaslısı olacaq və ola bilsin ki, bu paradda biz yeni alınan silah sistemlərini də görə bildik. Bu münasibətlə də Pakistanın J-17 Blok 3 döyüş təyyarələri Bakıya gəlib. Onlar Pakistandan Azərbaycana birbaşa uçuş həyata keçiriblər və bu zaman havada Il-78 təyyarəsi vasitəsilə yanacaq transferi həyata keçiriblər. Qeyd edim ki, J-17-nin havada yanacaq doldura bilməsi özəlliyi çox əhəmiyyətlidir. Çünki bu sayədə təyyarənin döyüş operativliyi, döyüş qabiliyyəti daha da artır. Səfər çərçivəsində iki ölkənin pilotlarının birlikdə təlimlər həyata keçirəcəyi bildirilir. Qeyd edim ki, J-17-lərin ilk partiyasının artıq ölkəmizə təhvil verildiyi bildirilir. Ola bilsin, parad zamanı onların da uçuşunu izlədik. Bu təyyarə müasir avionik sistemlər və ən əsası da AES radarı ilə təchiz edilib. Həmçinin onun silahlanmasında PL-10 və PL-15 kimi yüksək dəqiqlikli hava raketləri də mövcuddur. Çin istehsalı olan PL-15 raketinin ixrac versiyasında mənzili 145 kilometrdir, amma baza versiyasında isə onun mənzilinin 200 kilometrdən çox olduğu bildirilir. Bu təyyarə 4-cü nəsil olaraq qiymətləndirilir, amma Blok 3 versiyasının yenilənmələr vasitəsilə 4.5-ci nəsil səviyyəsinə gətirildiyi bir çox mənbədə qeyd edilir.